Salam, hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Oktyabr ayın 23-də Ordubad rayonunun Nəsrfas kəndindən görüntülərimiz kənd uzaqdadır. Ancaq dilimiz alışıb. Buradan 3-4 kilometr məsafədə olar. Dağların qoynunda Xudmani balaca bir kənd. Orada bir kənd var, o kənd bizim kəndimizdir. Yağışlı havadan sonra sərinləyib havalar. Gecə demək olar ki 6-7 dərəcə, gündüz də 15-dən çox olmaz. Hərdən çay yasağı ilə sazaq da gəlir. Onda hiss olunan istilik 7-8 dərəcə də ancaq olar. Hərdən günəş üzün göstərir, buludların arxasında gizlənir. Bulud çən də dağın zirvəsindəki yağan qarı gizlədib. Ancaq bəzi yerlərdə görsənir. Məsələn, Baza istiqamətində bu tərəfdə, Gəmiqaya tərəfdə də biraz açıldı. Göygöldən yuxarıda zirvənin bu üzündə də qar izi görsənir. Bu istiqamət Göygöldür. O zirvəni aşsan, yaxud o zirvəyə çıxsan, arxada Ordubadın Göygölü dəniz səviyyəsindən 3067 metr hündürlükdədir. Göygölə satandan sonra da qarşıdakı dağlarla paralel və yaxud üçbucaq əmələ gətirən silsilə də var. Qapıcıq o silsilədə. Hər yerə qar yağmayıb. Əyri çay tərəfdə dağların zirvəsi qarsızdır. Deməli, o tərəfə, Qərbi Azərbaycana ən optimal yol Əyri çayı, Eşşək meydanıdır. Orada Keçi qalası deyilən bir yer də var. Dağ keçilərin çox olduğuna görədir yəqin. Yüzlərlə, 300-lərlə. Bir dəfə video çəkib mənə vermişdilər, paylaşmışdım. 300-dən çox idi, qarın üstü ilə qalaya tərəf gedirdilər. Günün üzün tam göstərdi. Adam Allahdan havadır. 5 dəqiqədən sonra yenə girəcək buludların arxasında günəş. Ona görə belə havada çölə bayıra çıxanda bir yerdən başqa yerə əlavə paltar götürmək lazımdır. Havanı bilmək olmaz. Dayandığım yerə Kollunun yalı deyirlər. Yalı yəni təpə mənasında. Yazda buradan bir möhtəşəm görüntü açılır, mənzərə açılır adamın qarşısında. Bəlkə yüzlərlə elə videomuz var. Payızda da yaxşıdır ki, hər tərəf bomboz. Boz torpağın fonunda qəhvəyə görünən yemişan kollarıdır. Onlar da yarpağını töküb ağacın qanatları üstündəki meyvələr qəhvəlik verir ona. Yolumuzun üstündə bir qələmə var, sapsarıdır. Keçən ildə gözəl şəklini çəkmişdim. Marksın qələməsi ya söyüdləri deyirlər. Kimsə qeyri Türk millətindən də yaşayıb buralarda. Ad elə qalıb. Hərdən ərazidə at yılxısına da rast gəlmək olur. Bir dənəsi gözümə sataşdı buradan. Tək olmaz, yəqin ki 4-5 dənə olar. Tək qalan kimi həmcinslərin axtarırlar. Nəsrfas çayının suyu da artıb ki, səslənib deyirik çay səsi. Gür çıxır. Yenə İlanlı dağdır qarşımızda. Dırdığım təpə, Biskəndi, İlanlı dağ. Bir xətt üzərindədir. Cəhətlərlə təyin eləsək, sağ tərəfim şimala düşür, deməli, eyni paralel üzərindəyik. Yox, əgər bu tərəfə geçsək, Kəmki dağı ilə eyni meridian üzərində olmuş olaraq.
Gəldim, çıxdım 2 yol ayrıcına. Biri yeni yoldu 2013-cü ildən çəkilib, digəri 50-60-cı illərdəndir ki, TV Nəsirvaz Ələhi Bist, Xoş Nürgüz kətləri ilə əlaqələndirən yol idi. Bir neçə dəfə burada o tərəf bu tərəfə çəkiblər. Əvvəl deyəsən biraz üstdən gəlib. Sonra ortadan bir alternativ yol var, buradan var. Qar yağış olanda bəzən biri palçıq olanda digəri ilə getməyə çalışırıq. TV dağlarında qar izi daha aydın görsənir. Nazağa yaylağında, Bizqayada biraz bu tərəfə gəldikcə Kərgabda qar görsənmir. Camışöləndə də yoxdur. Qarapirdə də belə valladıb bir gün qar yağacaq. Belə bir hekayə var ki, dağ kətlərində olmuş əhvalatdır, yoxsa uydurulub. Payızdan bir neçə dəfə zirvəyə yağır, sonra biraz kəndə yaxınlaşır. Bir gün kəndin içinə də yağır. Kasıb bir adam varmış, qoyun saxlayan. Otda çox yığmamışmış. Deyir ki, ay Allah, xəbərdar eləyərdin yağardın da. Daha bilmir ki, onu 3 dəfə xəbərdar eləyiblər ki, gəlirik. Qaratda nə qalırsa, onu yığışdırır, örtüyə qoy. Bu qarda bizim ikinci xəbərdarlığımızdır. Deyirlər ki, noyabr ayında zirvəyə qar yağsa, ərisə, qarın arxası gələr. Yox, dağda qalsa, onda qar biraz yuvanar. Sağ olun, hörmətli izləyicilər, növbəti videolarda görüşərik. Tam ürək açan havadır. Çıxasan təbiətin qoynuna. Qurtqadan istifalardan götürəsən ki, qəfil hava dəyişkənliyinə qarşı ehtiyatlı olasan. Yemək götürməsən belə təbiətin qoynunda daş armuddan, itburnudan, yemişandan, əsbabdan, davşan almasından bir şey tapıb yemək olar. Növbəti videolarda görüşərik. Bu istiqamətdə diqqət kəsilirəm ki, Ağrı dağı görsənir, yox, xeyr. Ora həm buludludur, həm də bugün hava tam aydın deyil. Salamat qalın, görüntülərimizi Helanlı dağ görüntüləri ilə yekunlaşdıraq.